Allah'ın salamı, rəhməti və bərəkəti olsun hamınıza. Növbəti dəfə Kanal 12 ekranlarında tarixin izi ilə verilişində görüşünüzə gəldik. Bu dəfə Məhəmməd Peyğəmbər haqqında danışacağıq və Peyğəmbərimizin təbii ki, qısa vaxt kəsiyində bütün ömrünü bu verilişdə əhatə eləmək qeyri-mümkündür və xüsusilə də biz səfər ayının sonlarında olduğumuz üçün Peyğəmbər Əkrəmin vəfatı ilə bağlı hadisələrə bu verilişimizdə işarə edəcəyik. Qeyd elədiyim kimi Peyğəmbər Əkrəm elə bir zəngin, bərəkətli ömür yaşayıb ki, onun ömrünü bütövlükdə hər hansı bir verilişə və ya bir neçə silsilə verilişə cəm etmək çox çətindir. İstər veriliş olsun, istər yazı olsun, yəni hər hansı bir kitab Peyğəmbər haqqında yazılsa da, yenə də bu demək olar ki, qeyri-mümkün, hətta olur. Yəni Peyğəmbər Əkrəmin ömrü o qədər geniş, əhatəli, uğurlu bir ömür olub ki, istənilən halda, istər o həyatı qələmə alanlar, istərsə də onunla bağlı film, veriliş hazırlayanlar tam olaraq Peyğəmbər Əkrəmin həyatını toplayıb insanlara çatdıra bilmirlər və ona görə də həddən artıq çox kitablar yazılıb, çoxlu filmlər, verilişlər var və Peyğəmbər Əkrəmin hər dəfə həyatı ilə bağlı yeni nəsə öyrənirik. Əgər hər dəfə, baxın, bütün bu məlumatlar içərisində hər dəfə nəsə yeni nəsə öyrənə biliriksə, bu Peyğəmbər Əkrəmin ömrünün zəngin, geniş və əhatəli olmasındandır. Təbiidir ki, biz də yalnız Peyğəmbər Əkrəmin vəfatı ilə bağlı hadisələrə işarə edəcəyik. Peyğəmbər Əkrəmin vəfatı ilə bağlı danışanda sözsüzdür ki, hansısa bir zamandan başlamaq lazımdır. Peyğəmbər Əkrəm səfər ayının 28-də dünyadan köçüb, səfər ayının 21-dən yatağa düşüb, yəni xəstə olub, bir həftə və nəhayətdə bu dünyadan köçüb. Amma həmin o dövrdə baş verən hadisələri qısa da olsa təhlil edib çatdırmaq istəyiriksə, mütləqdir ki, hansısa bir zamandan bunu başlamalıyıq və biz də Peyğəmbər Əkrəmin Hiccətül-Vida ömrünün ilk və son həccindən başlayacağıq. Təqribən əgər Peyğəmbər Əkrəmin həyatının hadisələrinə diqqət etsək, mübahilə hadisəsindən sonra ki, tarixdə məşhurdur Nəcran məsihləri ilə Peyğəmbər Əkrəm arasında olan hadisə, həmin o mübahilədən sonra Peyğəmbər Əkrəmin həyatının ən işıqlı, parlaq və görünən hadisəsi Hiccətül-Vida olub. Hiccətül-Vidanın, yəni Peyğəmbərin vida həccinin, ömrünün sonuncu və eyni zamanda da elə ilk həccinin hadisələri ilə Peyğəmbər Əkrəmin demək olar ki, ömrünün sonlarına 2-3 ay qalır və onunla da elə Peyğəmbər Əkrəmin həyatının sonuna yaxınlaşmaq olar. Yəni, hadisələri biz də Hiccətül-Vidadan, yəni vida həccindən başlayacaq və Peyğəmbər Əkrəmin vəfatına qədər inşallah və vəfatından sonra baş verən, bir neçə gün ərzində baş verən hadisələrlə inşallah bu verilişimizi davam etdirəcəyik. Sadəcə Peyğəmbər Əkrəmin vəfatından danışmazdan öncə bir neçə dənə şübhələr var ki, elə Peyğəmbərin vəfatı ilə bağlı onların haqqında da qısa məlumat vermək elə bilirəm ki, doğru düzgün olar. Onlardan biri Peyğəmbər Əkrəmin vəfatının qeyd olunub, qeyd olunmamasıdır. Baxın, bizə çoxlu iradlar, yersiz iradlar belə deyək tuturlar ki, İmam Hüseyn əleyhissalamın əzadarlığını qeyd edənlər, yəni Peyğəmbər və onun əhl-i beytinin tərəfdarları, onları sevənlər, daim Peyğəmbər və əhl-i beytin yolu ilə getmək arzusunda olanlar, məsumların içərisində İmam Hüseyn əleyhissalama 10 gün şəhadətindən öncə 40 gündə şəhadətindən başlayaraq əza saxlayırlar, Peyğəmbər Əkrəmə isə əza saxlamırlar və yaxud da ki, bu tarixi qeyd etmirlər. Əslində bu ən böyük yanlışlardan biridir. İndi biz buna qısa da olsa verilişin əvvəlində, yəni ilk verilişdə işarə edəcəyik. Baxın, İmam Hüseyn əleyhissalamın Kərbəlası sözsüz ki, qeyd olunmalı,
hadisədir. Çünki həmin o ərəfədə dinimiz təhlükə ilə üz-üzə qalmışdı. İslam dini yox olma ərəfəsində idi və İmam Hüseyn əleyhissalam və Kərbəla şəhidləri böyük bir fədakarlıq göstərərək həmin dini qorudular və bizim üçün bu İslam dinini, bu səadət yolunu açıq saxladılar. Dinimiz olduğu kimi əlimizdə qaldı. Əlbəttə ki, heç bir məsumun həyatında bu hadisə olmayıb. Yəni 14 məsum içərisində faciə ilə, yəni dinin qorunması bu şəkildə faciə ilə nəticələnən və ya dinin qorunması üçün imam öz ətrafı, yaxınları, ailə üzvləri, 6 aylıq körpəsi şəhadətlə dinin qorunması hadisəsi heç bir məsumla bağlı olmayıb. Amma bu o demək deyil ki, biz yalnız İmam Hüseyn əleyhissalama əza saxlamaqla kifayətlənirik. İndi adi bir tarixi məsələni diqqətinizə çatdıracağıq. Səfər ayının 20-sində İmam Hüseyn əleyhissalamın Ərbəin məclisi qeyd olunur. Ərbəin İslam dininin, Əhl-i Beyt sevərlərin artıq uzun illərdir ki, yaşatdığı və İslamın bir mədəniyyətinə, kültürünə çevrilmiş bir hadisədir. Ərbəin hadisəsi məsumların buyurduğu kimi iman və müminlik nişanəsi olmaqla yanaşı, eyni zamanda həm də bir elə Əhl-i Beyt dostlarının o düşmənə güc və qüvvət göstərməsidir. İslamın, Əhl-i Beyt dostlarının əzəmətidir. Əhl-i Beytə olan məhəbbətin nümayişidir. Əhl-i Beyt əleyhissalama sevginin, Əhl-i Beytlə beyətin növbəti dəfə hər il daha doğrusu təzələnməsidir. Yəni Ərbəin hadisəsi bütün o savabları ilə yanaşı həm ictimai, həm siyasi tərəflərindən də İslam dininin, Əhl-i Beyt tərəfdarlarının, Əhl-i Beyt dostlarının o düşmənə göstərdikləri bir tərəfi də var və təbiidir ki, bununla dünyaya bəyan edirlər ki, Ərbəin mərasimində iştirak edirik və biz İmam Hüseyn əleyhissalamın yolunun yolçularıyıq, İmam Hüseyn yolunun davamçılarıyıq və İmam Hüseyn əleyhissalamın getdiyi yol daim yaşayacaq və İmam Hüseyn tərəfdarları daim Yezidlərlə mübarizədə olacaqlar. Baxın, Ərbəyini bir neçə kəlmədə əgər biz xırdalamaq və ya izah etmək istəsək, təqribən bu mənaları özündə əks etdirir. Məsələ burasındadır ki, Ərbəyinlə İmam Hüseyn mərasimləri bitir. İmam Hüseyn əleyhissalamın əzadarlığı Ərbəyin mərasimi ilə sonunclanır. Çünki şəhidlərin 40-cı günüdür, şəhidlərin 40 mərasimidir və bununla da həm dini adətimiz olaraq dini qaydalara riayət olunur, həm də ki, sözsüz ki, bugünə qədər də elə yas mərasimləri 40 gün tutulur. Bununla Səfər ayının 20-sində həmin bu məclis şəhadət, İmam Hüseyn əleyhissalam şəhadəti sona yetirir. Amma biz baxırıq ki, tarixən Səfər ayının son 10 günlüyünün əzadarlığı var. Əgər diqqətlə tarixi izləsək, görərik ki, demək olar ki, dünyanın hər bir yerində İmam Hüseyn əzadarları Ərbəyindən sonra 10 gün əza saxlayırlar. İmam Hüseyn mərasimi Ərbəyin günündə tamamlanırsa, Ərbəyindən sonraki 10 gün nəyə lazımdır? Baxın, əslində bu özü elə həmin o irad deyənlərə möhkəm bir cavabdır ki, İmam Hüseyn əleyhissalamın əzasından sonraki 10 gün Peyğəmbər Əkrəmin əzasıdır. Ərbəyin günü Səfər ayının 20-sidir. Səfər ayının 21-də Peyğəmbər xəstə yatağına düşüb ki, həmin o xəstəliklə də dünyadan gedib. Səfər ayının 28-də bir həftədən sonra xəstə yatağına düşəndən bir həftədən sonra Peyğəmbər Əkrəm dünyadan gedib və Səfər ayının son günlərinə qədər əslində Peyğəmbər Əkrəmin 3 mərasimini qeyd etməklə 10 gün Peyğəmbər Əkrəmə əza saxlanır. Yəni, bu iradlar ki, bildirilir, əslində bu irad həmin bu Əhl-i Beyt dostlarına tarixən zaman-zaman atılan böhtanlardan, şərlərdən biridir. Əhl-i Beyt dostları Peyğəmbər Əkrəmin əzasını daim saxlayıblar. Səfər ayının 10 günü, bax, tarixdə məşhur olan həmin o Səfər ayının 10 günü Peyğəmbər Əkrəmin əzasınadır ki, cəm olurlar və bu 10 günü Peyğəmbər Əkrəm yatağa düşən gündən Peyğəmbər Əkrəmin vəfatının 3-ünə qədər 10 gün Peyğəmbər Əkrəm üçün əza saxlayırlar. Əlbəttə, həmin ərəfədə İmam Həsənin də 28 səfərdə
şəhadət günü var və səfər ayının sonunda İmam Rıza əleyhissalamın da şəhadəti var. Amma sözsüzdür ki, səfər ayının 10 günlüyü aiddir Peyğəmbərə Əkrəmə. Səfər ayının sonu 10 günü Peyğəmbər əzasıdır. Və bu tarixən də belə olub. İmam Hüseyni yas tutanlar səfər ayının son 10 gününü Peyğəmbərə əza saxlayıblar. Əhya gecələrində, Ramazan ayının əhya gecələrini Əli əleyhissalama əza saxlayırlar. Əyyam-ı Fatimiyyədə, Fatimə Zəhranın şəhadət günlərində xanım Zəhraya şəhadət əzası saxlayırlar və əzadarlıq edirlər. Yəni, Əhl-i Beyt əleyhissalamı sevənlər dəqiqən bütün tarixləri qeyd edirlər. İstər mövlud və ya bayram mərasimləri olsun, istər matəm və yas mərasimləri olsun. Xülasə-i kəlam, bilməyənlər qoy bilsinlər ki, Peyğəmbər Əkrəmin əzası səfər ayının 10 günlüyündədir. Səfər ayının ağırlığı, səfər ayı ağır aydır deyilir. Baxın, el içində də deyilən bir kəlam varsa, o da elə Peyğəmbər Əkrəmin vəfatına aiddir. Və illa səfər ayında Peyğəmbərin vəfatından da önəmli bir vəfat yoxdur. Əlbəttə ki, İmam Həsən və İmam Rıza məsumların vəfatlarını olsa da belə, yenə də ki, Peyğəmbər Əkrəmin vəfatı öndədir və əsas məclislərdən, mərasimlərdən, əzadarlıqlardandır. Yəni, tarixən Əhl-i Beyt sevərlər səfər ayının son 10 gününü İmam Hüseynin ərbəyinindən sonraki günləri Peyğəmbər Əkrəmə əza saxlayırlar və Peyğəmbər vəfatı bir həftə öncədən, yəni Peyğəmbər ölüm yatağına düşən gündən ta onun üç mərasiminə qədər. Bu bizə atılan bir iftiradır ki, buna cavab verməyi zəruri bildik və əslində siz bilirsiniz ki, el arasında deyilən məhərrəmlik kəlməsi məhərrəm ayını təkcə özündə əhatə eləmir. Məhərrəmlik, məhərrəm və səfər ayını 2 ayı özündə əhatə edir. Məhərrəmlik yəni əzalı günlər, məhərrəmlik yəni əzadarlıq günləri. Həmin bu əzadarlıq günləri özündə 2 ayı əhatə edir ki, həmin bu 2 ayın 50 günü İmam Hüseynə aiddirsə, amma son 10 günü Peyğəmbər Əkrəmin vəfatıdır və digər məsumlarda olduğu kimi də Peyğəmbərin vəfatı keçirilir, əzadarlıq olur və matəm mərasimi qurulur. İmam Hüseyn matəmindən heç nə ilə əslində fərq eləmir. Hətta bizim olduğumuz Sovetlər məkanında o Sovetlərin ən kəskin vaxtında da belə, məscidlərin qapalı olduğu vaxtda da belə 10 gün məscidlər Məhərrəm ayının əvvəlində oxunardı, yəni əzadarlıq saxlanılardı. 10 gündə səfər ayının sonunda, bax biz o dönəmləri yaşamış insanlarıq ki, görmüşük də, məscidlər bir Məhərrəm ayının 10 günündə açıq olardı, bir də ki, ərbəyindən başlayaraq səfər ayının son 10 günündə. Xülasə-i kəlam, Peyğəmbər Əkrəmin əza günləri aiddir səfər ayının son günlərinə, ərbəyinin səhərindən. Həmin günlər Peyğəmbər Əkrəmə matəm tutulur. Bu tarixən belə olub, indi də belədir, bundan sonra da belə olacaq. İndi bunu bilməyənlər və ya bilmək istəməyənlər və ya bilərəkdən bilib bunu elə töhmət, iftira, şər, böhtan kimi ortaya atıb digərlərini özlərindən olmayanlar qaralamaq istəyənlərlə bizim işimiz yoxdur. Sadəcə biz deyirik ki, öz dostlarımız, öz əzizlərimiz, ola bilər ki, onlara da belə şübhələr zehinlərində çaşqınlıq yaratsın. Yəni bunu bilməlidirlər ki, Peyğəmbərin əzası tarixən keçirilib, tarixən qeyd olunub və ən maraqlısı budur ki, bu məxsusdur Əhl-i Beyt dostlarına, Əhl-i Beyt tərəfdarlarına, Əhl-i Beyt məzhəbinə ki, bu əzadarlığı qeyd ediblər. Digər bir məsələ, əvvəldə buna qısa şəkildə işarə elədim. Nə üçün İmam Hüseyn əleyhissalamın mərasimlərini geniş qeyd edirik, 50 gün qeyd edilir, yəni şəhadətindən 10 gün əvvəldən 40 gün sonra şəhadətdən sonra qeyd olunur. Peyğəmbər və ya digərləri, Əyyam-ı Fatimiyyə 2 tarix arasında qeyd olunur, 2 tarixdə qeyd olunur. Əli əleyhissalamın ki, 3 gün əhyalarda, yəni Qədir gecələrində qeyd olunur Ramazan ayında. Digər məsumlar isə elə 1-2 gün şəhadət qeyd olunur. Nə üçün İmam Hüseynin şəhadəti geniş qeyd olunur? Əslində bunu cavabı, yəni bu məsələnin cavabı çox aydındır. İmam Hüseyn əleyhissalam elə bir dönəmdə yaşayırdı ki,
dinimiz təhlükədə idi. Və İmam Hüseyn əleyhissalam yeganə məsumdur ki, canını verərək, əzizlərinin canını verərək, əzizlərinin əsir olmasına razı olaraq dinimizi qorudu. Təbiidir ki, Kərbəla hadisəsinin həm faciənin əhəmiyyəti, həm Kərbəla şəhidlərinin uca hədəfi onların daha geniş qeyd olunmasını zərurət yaradır. Əslində 50 gün İmam Hüseyn əleyhissalamın əzadarlığını saxlayanlar İmam Hüseyn əleyhissalamın yolunun davamçılarıdırlar və bəlli edirlər ki, İmam Hüseyn əleyhissalamı əza saxlamaqla onun yolunu davam etdiririk. 50 gün İmam Hüseyn əleyhissalamı əza saxlamaqla əslində biz bəlli edirik ki, İmam Hüseynin mərasimi, İmam Hüseynin əzadarlığı İmam Hüseynin qiyamını yaşadır. Onun qiyamının hədəflərini yaşadır. İmam Hüseynin 50 gün əzadarlığı həmin o Yezidlərə, zamanənin Yezidlərinə bir cavabdır ki, nə qədər Yezidlər varsa, o qədər də elə Hüseynçilər olacaq. Yezid tərəfdarları ilə Hüseyn tərəfdarlarını ayıran İmam Hüseyn əleyhissalamın 50 günlük əzadarlıq mərasimidir ki, həmin o mərasim bir daha İmam Hüseyn əleyhissalamın sevənlərlə, onun yolunu dəstəkləyənlərlə digərləri arasında bir fərqdir və İmam Hüseyn yolunu dəstəkləyənlər imamla həmin o 50 gündə yenidən beyət edirlər, təzdidi beyətlərini həyata keçirirlər. Yəni İmam Hüseynin mərasiminin geniş keçirilməsi, 50 gün keçirilməsi və daha şuur ilə, şövq ilə keçirilməsinin səbəbi İmam Hüseyn əleyhissalamın dini qorumaq yolunda həmin o müsibətə razı qalması və hadisənin o faciəsidir ki, sözsüzdür ki, onu yaşatmaqla İmam Hüseynin yolu, İmam Hüseynin hədəfləri yaşayır. Bu da bir zərurətdir. Bilirsiniz, burada bir məsələ də var. Məsələ bundan ibarətdir ki, bəlkə də elə zamanında Peyğəmbərin vəfatından sonra həmin o qısa bir zamanda ki, xanım Fatimə-i Zəhra İstər Peyğəmbərin vəfatı ərəfəsində, istər Peyğəmbərin vəfatından sonra Əli əleyhissalama zorla beyət alınması ərəfəsində, istər Fədək hadisəsində, istərsə də özünün ölüm yatağında olduğu halda ki, apardığı mübarizə, baxın Peyğəmbərdən sonra xanım Zəhra ömrünün sonuna qədər bir mübarizə hərəkatı başlayıb. Necə İmam Hüseyn qiyamını İmam Hüseyndən sonra xanım Zeynəb irəli apardı, İmam Hüseyn qiyamının pərçəmdarı xanım Zeynəb oldu, Peyğəmbər Əkrəmin də vəfatından ta xanım Zəhra dünyadan gedənə qədər Fatimə-i Zəhra bir pərçəm qaldırdı və o qiyam pərçəmi idi. Xanım Zəhra vilayətin ilk şəhidəsidir. Xanım Zəhra salamullahi əleyhanın axıtdığı göz yaşı, etdiyi xutbələri, həmin o qısa müddətdə ki, bəzi rəvayətlərə görə ən azı 40 gün, ən çoxu isə 6 ay Peyğəmbərdən sonra xanım Zəhra həyat sürüb. Həmin o, hər nə qədər olubsa zamanda Peyğəmbərdən sonra xanım Zəhranın mübarizəsi, mücadiləsi, pərçəmdarlığı əslində böyük bir qiyam idi. Sadəcə insanlar o qiyamı dərk eləmədilər. Bəlkə də zamanında dərk eləsəydilər və o qiyamı da davam etdirə bilsəydilər, əzadarlıqları, xanım Zəhra salamullahi əleyhanın dediklərini, xanım Zəhra əleyhissalamın qiyamını yaşada bilsəydilər, bəlkə elə Qədirxum hadisəsi bugünə qədər dərk olunmadan tərk olunan hadisələrdən olmazdı. Hər halda Allah vəfa eləsə tarixin izi ilə verilişi inşallah xanım Zəhranın Əyyam-ı Fatimiyyə günlərində də həmin o konkret hadisəyə işarə eləyəcək. Amma mövzumuz Peyğəmbər Əkrəmin vəfatıdır və biz birinci verilişdə çalışdıq ki, qısa olan bir-iki şübhəyə cavab verək. İnşallah növbəti verilişlərdə mövzumuzu davam etdirəcəyik. Allahın amanında olun, Allah daim yardımcınız olsun.